Salam dostlar, hər vaxtınız xeyir olsun. Bugün aprel ayının 16-sı Azərbaycanda çox güclü bir küləkli dəhşət külək. Mən Vüqar Cəbrəldə dua edirəm də, mənim dualarımda Quranda 99 adı olan Allahım tez qəbul edir. Bunu bilənlər bilir. Bunun üçün nə etmək lazımdır? Allah'a, Quranı, Peyğəmbəri, Əhl-i-Beyti, İmam Hüseyni, Kərbəla şəhidlərini sevmək lazımdır. Şeytanı yox, Allah'ı sevmək lazımdır. Mən də bir insanım, dua edirəm, terrorçu deyiləm, ermənipərəst deyiləm. Vətənpərvər, dövlətimi, xalqımı sevən bir insanam. Yəni Allah köməyiniz olsun. Həyatda bir arzum olur ki, ulu öndərimizi görüm, qismət olmuyor. Baba qədər istəmişəm. Amma ikinci arzum budur ki, onun davamçıları, övladları, prezidentimizi Cənab İlham Əliyevi, vitse-prezident Mehriban Əliyevanı görəm, yəni qəbul edəməm. Məktublarım yığılıb, buraya qəbul etmirlər. Nəysə, yəni dua edirəm, Allah dualarımızı qəbul etsin. Mənim atam da belə insan olub, iş adam olub. Bu 44 günlük qələbəmiz başlayında 61 yaşında dünyasını dəyişdi. Babalarım da belə insan olub, dastonlu kişilər qarşısında 500.000 baş heyvan olub. Yəni bu yaxınlarda qəbrini tapdıq Cəbrəldə. Ermənistan onu da dağıdıb, taxıl əkib yerində, nə bilim, kələsər, üzüm kələsər əkib. Bizdə Seyit var, 1918-ci ildə Türkiyədən gəlmiş Hacı Qaraman ocağı var. Onun Əhl-i-Beytin, Peyğəmbərin Əhl-i-Beytinin ailəsində olan Hacı Qaraman ocağıdır. Onun ətrafında basmışıq. Yəni onu da dağıdıblar Ermənistan, qəbri dağıdıb yerində üzüm kələsərə. Göz şərəfsizsiniz, məscidləri dağıdıb yerində donuz saxlamaq. Siz elə özünüz donuzsunuz. Ailəniz doğulmuşdur. Azərbaycan sizə yaxşılıq eləyib, çörək verib Ermənistan, erməni milləti. Azərbaycan sizə yaxşılıq eləyib. Siz Azərbaycana pislik ediyorsunuz. Allah belanızı versin sizin. Azərbaycanıma, Türkiyəmə dua edirəm, iki qardaş ölkəmizdə. Allah dualarımızı eşitsin, bizim düşmənimizin bəlasını versin. Sağ olun, var olun.